video çəkmə başlığına nəyə fikir vermişəm? Video blog insanın danışıq tərzinə dəyişir. Təsəvvür elə ki, sən hər dəfə belə deyim, sən hər dəfə video çəksən və video paylaşdıqdan sonra öz yanlışlarını görürsən, yəni danışığında, sonra orada arada buraxdığın hərflərdə. Adi danışanda sən onu özün danışanda hiss eləmirsən, amma video baxanda onu hiss edirsən. Və hər videoda, yəni o yanlışı siz gördüyünüz kimi mən də baxıb görürəm. Onu çalışırsan düzəltməyə. Mesela sonraki videoda biraz o hərfi axıra kimi deyirsən, ya R hərfini buraxırsansa onu axıra kimi deyirsən. Və zamanla, məsələn, mən bir aydır, ay yarımdır sırf bu bloqla məşğulam. Burada belə də danışıqla video çəkirəm. Və burada nə qədər yanlışlarımı hiss eləyə-eləyə, yəni ən birinci video baxanda və bu sonuncu video baxanda arasında xeyli fərq var. Ona görə blogun bu da bir faydasıdır. Ona görə gecikdirməyin. Sonra kaş ki deməyəsiniz deyə elə bugündən başlayın. Necə başlamaq üçün isə Telegram kanalda dərslər başlayacaq. İnşallah oraya qoşulun. Səhifədəki linkə daxil olun. 9 nəfər daxil olub, qalıb 11 nəfər. 11 nəfərdən sonra inşallah ki ya 11 ya 14, 20-25 nəfər demişəm də dərslər başlayacaq. Selamun aleyküm.